Allah Teala Bəqərə surəsinin 214-cü ayəsində buyurur: Bismillahirrahmanirrahim. Əm hasibtum an tadkhulul cennə və ləmmə ya'tikum məsalullezina xalav min qablikum. Siz elə hesab edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən cənnətə daxil olacaqsınız. Allah Teala bizlərə bu ayədə çatdırır ki, əvvəlki ümmətlərin başına gələnlər sizin də başınıza gələcək. Siz elə hesab etməyin ki, onların başına gələnlər sizin başınıza gəlmədən cənnətə daxil olacaqsınız. Bu ayədə söhbət imtahandan gedir. Bəli, imtahan ilahi hədəflərdən biridir. Amma məsələ bu deyil ki, bir insan imtahan olunacaq, imtahan olunsa tamam, yəni cənnətə gedəcək. İnsanın başına gələn hər hansı bir hadisədən üzü ağ çıxarsa, cənnətə gedəcək. Nəinki o imtahan olundu, tamam, yəni qutardı, imtahan olundu, gedəcək cənnətə. İlahi imtahanlar zamanı bəzi insanlar tərəqqi edir, bəzi insanlar da tənəzzül. İlahi imtahanlarda insanların tərəqqisi və tənəzzülü insanların imtahanlara baxışından asılıdır. Bəziləri hər hansı bir çətinlik onlara üz gətirəndə fəryad edirlər. Allah Teala buyurur: İza məssəhuş-şerru cəzu'an. Bir zərər dəydikdə onlara fəryad edərlər. İlahi imtahanlar zamanı üsyan edənlər tənəzzülə uğrayarlar. Bəziləri də hər nə çətinliklər olur olsun Allaha sığınırlar və çətinliklər müqabilində təslim olmurlar. Allah Teala Bəqərə surəsinin 249-cu ayəsində buyurur: Kəm min fi'ətin qalilətin qalabət fi'ətən kəsirətən biiznillah vallahu ma'as-sabirin. Nə qədər az dəstələr ki, Allahın izni ilə çox dəstələrə qalib olub. Allah ardıcan buyurur: Vallahu ma'as-sabirin. Allah səbr edənlərlədir. Yəni onlar ki, möhkəm iradə ilə qabağa gedərlər və istiqamət göstərərlər, mən onlarlayam. Baxmayaraq ki, o dəstə azdır, Allah Taala'nın izni ilə o dəstə qalib olar. Çünki Allah o dəstə ilədir.